lənətlənmiş dünyanın arxasıyla qaçırsan, günündə 15 saat, bəlkə də 17 saat ona xərcləyirsən, heç olmasa 2 saatını deyir Allah üçün xərcləyir. Gəl Allahın kəlamını dinlə, Allah Peyğəmbərin sünnətini dinlə. Elhamdülillah ki, fəzilət də, xeyir də bunda var. Dünyada yoxdur. Dünyada nədir? Qazanırsan, ətdir, aldın, yedin, tualetdə qutardı. Paltardır, aldın, geydin, köhnəldi. Minidir, aldın, sürdün, köhnəldi. Bu necə alimlərdən biridir. Deyir, üçü də hər halda səndə olur. Amma daha baqi, daha əbədi qalacaq şeylər nədir? Salih əməllər. Səni bu dünyada həm elhamdülillah sabit eləyir, günahlardan qoruyur və həmçinin də ahirətdə nədir? Sənin üçün bir nuru tərəzinə gəlir, sağ tərəf tərəzinə. Ona görə qardaşlar, yəni çalışın, dünya sizə fitnə olmasın. Hər kəs öləcək. Yəni ölüm hər kəsin nədir? Alnına yazılan bir şeydir. Yəni sən qaçsan da qaçıb qutara bilməyəcək. Ölüm qardaşlar, ona görə ləzzətləri parça-parça edən ölümü çox xatırlayır.